Salam müəllimlər, hər vaxtınız xeyirli uğurlu olsun və dördüncü hərəkə qabiliyyətimiz qüvvə qabiliyyətidir. Qüvvə qabiliyyəti bütün hərəkə qabiliyyətlərin bazisi hesab olunur və bütün hərəkə qabiliyyətlərin inkişafında qüvvənin əsas rolu vardır. Və qüvvəmiz olmasa biz heç bir hərəkə qabiliyyəti inkişaf etdirə bilmərik və bu səbəbdən də qüvvə baza hesab olunur. Və desələr ki, hansı hərəkə qabiliyyətdir ki, bütün hərəkə qabiliyyətlərin bazisi hesab olunur, bu aid olacaq qüvvə qabiliyyətinə. Və qüvvə qabiliyyəti tək sürət güc qabiliyyəti ilə əlaqəlidir. Qüvvə qabiliyyətinin tərifi. Əzələ təqəllüsü hesabına xarici müqaviməti dəf etmə və ona qarşı dayanma qabiliyyəti hesab olunur. Komponentləri çox rahat yadda saxlamaq olar, çünki öz adı komponentlərində çəkilir. Ümumi qüvvə, bir də qüvvə dözümlüyü. Yaşla əlaqəsi, yaş dövrü olacaq 12-18 yaş. Əlaqəli olduğu bayaq dedik, sürət gücdür. Metodlar imtinaya qədər piramida, dairəvi, zərbə, funksional sistemlərlə əlaqəsi, dayaq hərəkət aparatı, ürək damar sistemi, əzələ. Kiçik summativ qiymətləndirmə. Kiçik summativ qiymətləndirmə müəllimlər. Deməli bir dənə fərqlilik, iki fərqlilik var. Alçaq turnik qızlardır, hündür turnik oğlanlar. Və skamyada qolların bükülüb açılması qızlardır, amma dayaqdan qolların bükülüb açılması oğlanlardır. Və gəldik kəndirə dırmanma həm qızlarda var, həm oğlanlarda. Tək ayaq üzərində oturub qalxma həm qızlar, həm oğlan. Gövdənin bükülüb açılması həm qızlar, həm oğlan. Yəni bunlar demək olar ki, eynidir. Sadəcə fərqlilik alçaq turnik, hündür turnik, bir də skamyadır, bir də dayaqdan qolların bükülüb açılması. Diaqnostik qiymətləndirmə və BSQ qiymətləndirmə. Bunların hər ikisində də oğlanlarda hündür turnik, qızlarda alçaq turnikdə qolların bükülüb açılması. Gəldik növlərinə. Növləri təkan qüvvəsi, partlayış qüvvəsi, zərbə qüvvəsi, bir də ləng qüvvə. Hərəkə qabiliyyətlərin bazisi hesab olunur. Bəli, bayaqlar misal çəkdik ki, bütün hərəkə qabiliyyətlərin bazası hesab olunur. Çünki bu hərəkə qabiliyyət olmasa heç bir hərəkə qabiliyyəti inkişaf etdirmək olmaz. Gəldik müəllimlər, ümumi və xüsusiyə. Bütün hərəkə qabiliyyətləri tək sürətlə sürət gücü çıxsaq, bütün hərəkə qabiliyyətlərdə ümumi də var, xüsusi də var. Ümumi qüvvə nədir müəllimlər? Ümumi qüvvə ayrı-ayrı hərəkə qabiliyyətlərdən qazanılan qüvvədir. Məsələn, qaçaraq uzunluğa tullanma, yerindən uzunluğa tullanma, sürət gücü sadəcə bunun da qüvvənin payı olduğunu görə bunu götürürlər ümumi qüvvə. Amma xüsusi qüvvəyə gəldikdə isə dayaqdan qolların bükülüb açılmasıdır. Məsələn, oturub durmadır. Bunlar ümumi xüsusi qüvvəyə aid olacaq. Paralel qollarda yellənmədir. Paralel qollarda qolların bükülüb açılmasıdır. Bunların hamısı aid olacaq xüsusi qüvvəyə. Var mütləq qüvvə, var nisbi qüvvə. Mütləq qüvvə müəllimlər, kənardan nə varsa, belə götürək də, öz gücündən asılı olmayaraq xarici müqaviməti dəf etmə. Yəni artıq nəsə varsa, bu olacaq mütləq qüvvə. Məsələn, şagird şagirdi çiyninə alıb gedirsə, yəni öz bədən çəkisindən asılı olmayaraqdır bu. Gedirsə, deməli, bu olacaq mütləq qüvvə. Məsələn, nisbi qüvvəyə misal çəkək. Nisbi qüvvədə dayaqdan qolların bükülüb açılmasıdır. Turnikdə dartınmadır. Öz bədən çəkisini dartır. Bu artıq olacaq nisbi qüvvə. Məsələn, şagird dayaqda qolların büküb açır. Yəni jim vəziyyətində qolları dayaqdan bükür, açır. Bu qüvvədir. Bu olacaq qüvvə, bəli, qüvvədir. Amma o şagirdin
kürəyinə bir ağır nəsə çəki qoysaq, daş qoysaq, bu ağırlıq keçəcək mütləq qüvvəyə və o daşı götürsək, keçəcək nisbi qüvvəyə. Yəni bu formada yadda saxlamaq olar. Bir 4 istiqamətdə inkişaf etdirir. Aha, 4 istiqamətdə inkişaf etdirir, bəli. Yuxarı ətraflardır, aşağı ətraflardır, ön ətraf, bir də arxa ətraf. Yuxarı ətraflara nələr aiddir? Dayaqdan qolların bükülüb açılmasıdır. Paralel qollarda yellənmə, hərəkətlər, qolların bükülüb açılması paralel qollarda, tunikdə dartınmadır. Bunlar hamısı yuxarı ətraf qüvvəsini inkişaf etdirir. Aşağı ətraflarda oturub qalxmalardır. Çiynə yoldaşı alıb irəliləməkdir. Bunlar hamısı aşağı ətrafları inkişaf etdirir, qaz yerişidir filan. Və gövdənin bükülüb açılması artıq burada pres hərəkətidir. Bu bədənin ön ətraflarını inkişaf etdirəcək. Amma qantellərlə hərəkət desək, qantellərlə hərəkət bəli, bədənin arxa əzələ qüvvəsini inkişaf etdirir. Neçə istiqamətdə? 4 istiqamətdə. Oldu müəllimlər, bu qədər. Sağ olun, salamat qalın. İnşallah növbəti hərəkət qabiliyyətlərdə yönləndirəcəm. Bu formada işləyərsiniz. Sağ olun.